bir çox xəstəliklərin qarşısını alır. Orqanizmdə bir çox maddələrin mübadiləsinin bir çox zəncirlərində çox əhəmiyyətlidir. Bəs onun şəkər xəstəliyi varsa onu istifadə edə bilərik. Şəkər xəstəliyi zamanı yaxşı olar ki, biz onu çiğ yeyək. Niyə? Bişərkən biraz onların glikemik indeksləri yüksəlir. Çiğ yer kökü eyni miqdarda çiğ yer kökü yeməklə eyni miqdarda püre şəklində yer kökü yemək, yəni çiğ yer kökünün həzmi ilə püre halında olan yaxud da sadəcə bişmiş yer kökünün həzmi arasında çox böyük fərq var. Çiğ halda daha uzun həzmə məhkumdur və ona görə də şəkəri birdən-birə qaldırmır qanda. Asta-asta və ona görə də zərər vermir. Liflə zəngin olduğu üçün daha çox faydası var, nəinki zərəri şəkərli xəstələrə.